Sözüm buradan. Bazarmaya. Özünü həmin işin ustası kimi təqdim edib, nəticəni bərbad günə qoyan şəxslərədir. Nə vaxtsa hansısa ustanın yanında köməkçi işləmək, hansısa işdən az çox başı çıxmaq, həmin sahədə sənətkar usta olmaq anlamına gəlmir. Müstəqil şəkildə hansısa işi yüksək səviyyədə görmək üçün o sahənin ustası olmaq lazımdır. İş sizə təqdim olunarkən yüksək səviyyədə təhvil veriləcəyinə vəd verirsiniz. Halbuki girişim görüm alındıra bilərəm risk ilə başlayırsınız ki, bacarmadığınız işdən pul qoparasınız. Qazancınızı kimlərinsə etibarı, kimlərinsə vaxtı, əsəbi, vəsaiti, material israfçılığı üzərindən əldə etməyin. Yanında fəhlə kimi işlədiyiniz ustanın işini öz işiniz kimi təqdim edib iş tutmayın. Bacardığınız işin qulpundan yapışın. Rahat şəkildə yeyilən soğan çörək, kimlərinsə haqqı üzərindən yeyilən küftə bozbaşdan daha xeyirlidir. Çəkilin kənara, işi öz əhlinə buraxın. Bacarmırsınızsa öyrənin, araşdırın, sənətkarın yanında fəhləlik edin, əlinə baxın. Yavaş-yavaş inşallah alınır, yoxsa birdən-birə usta olunmur.